Ömər ibn Xattab radiyallahu, Abu Bakr radiyallahu hazır olduğu məclisdə, Peyğəmbər s.ə.v hazır olduğu məclisdə İbn Ömər danışmadı. Peyğəmbər s.ə.v sual verdi ki, möminə bənzəyən ağac hansıdır? Hansı ki, o cənnət ağaclarındandır. İbn Ömər, Abdullah radiyallahu bilirdi ki, bu xurma ağacdır. Abu Bakr, Ömər də oradaydı, cavab vermədilər. Sonra Peyğəmbər s.ə.v özü cavab verdi ki, xurma ağacıdır. Gəldilər evə, Abdullah ibn Ömər dedi ki, ata, yəni Ömərə dedi, İbn Xattama dedi, ata, mən onun cavabını bilirdim orada. Dedi, ben niye demedin? Niye demedin orada? Peygamber sallallahu aleyhi ve sellem senin için dua eləyərdi, səni qucaqlayardı. Nəsə bir xeyir eləyərdi, sənin üçün bir şey deyərdi, maşallah deyərdi. Elm istəyərdi Allahdan sənə. Deyir, axı səninlə Abu Bakr oradaydınız. Və Ənəs radiyallahu, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün Ənəsi çağırır, qulağından nəsə deyir. Anası da görür onu. Peyğəmbər sallallahu aleyhi ve sellem gedəndən sonra anası çağırır Ənəsi, deyir, Ənəs, gəl yaxına. O da gəlir, deyir, Ənəs, Allah Rasulü sənin qulağına nə demişdi? Deyir ki, ana, mən Peyğəmbər s.ə.v-in mənə dediyi sözləri ora-bura danışmıram. Fikir versən, 10 yaşında uşaq artıq bilirdi ki, sir nədir, qulağa deyilən söz nədir, aşkar deyilən nədir, yəni bilirdi.